Razıyam, arxasında ekran olan 17 Pro-nu görmək istəyirsiniz. Amma Xiaomi 17 ilə başlayaq. Xiaomi'nin ən universal flaqmanı. Məncə bu smartfon daha maraqlıdır. Həm də nisbətən ucuz. Düz ekran, nazik çərçivə, azacıq yenilənmiş smartfon proporsiyaları. Kamera bloku indi qaz plitəsini xatırladır. Kamera bloku indi smartfon korpusunun rəngindədir. Smartfon tinləri oval olaraq alüminiumdan hazırlanıb. Ekran dizaynı gözəlliyi ilə heç də iPhone 17 seriyasından geri qalmır. Bu sarkazmdır. Bilməyənlər üçün bunu deyim. Bu dediyim təqdimatdan statdır. Niyə belə mürəkkəb danışırlar bilmirəm. Sadəcə desinlər ki, biz iPhone 17 seriyasını tam olaraq kopyaladıq. Xiaomi 17-nin qalınlığı 8,6 mm-dir, çəkisi 191 qram. Ekran şüşəsi Xiaomi Dragon Crystal. Smartfon IP66, IP68 və IP69 qorumalıdır. Smartfon arxası şüşədəndir. 4 rəng palitrasında təqdim edildi. A, qara və 2 yeni rəng, mavi və bənövşəyi. Rənglər realda daha çox xoşunuza gələcək. Əlbəttə ki, Xiaomi 17 Snapdragon 8 Elite Gen 5 prosesoruna çalışır. Əvvəllər Qualcomm Snapdragon Gen 1, 2, 3 təqdim etdi. Daha sonra isə Snapdragon 8 Elite prosesorunu təqdim etdi. İndi isə əvvəlki naminglə sonraki namingi birləşdirdi və Snapdragon 8 Elite Gen 5 prosesorunu təqdim edib. Xiaomi 17 8 Elite Gen 5 çipli ilk smartfondur. 8 Elite Gen 5 3 nanometr prosesor texnologiyası ilə hazırlanıb. 8 nüvəlidir. 4.6 GHz tezlikli super nüvə. Yenə də bu prosesorun gücü Xiaomi'nin sözlərinə görə A19 Pro prosesorundan yüksəkdir. Nədənsə ona heç inanmıram. Çünki internetdə artıq bu çiplərin testləri göz qabağındadır. Ola bilər ki, Xiaomi bizə düzünü demir və ola da bilər ki, benchmarkların göstəriciləri o qədər də doğru deyil.